Hər birinizi xoş gördüm. Ümid eləyirəm ki, çox yaxşısınız. Uzun aradan sonra nəhayət ki, YouTube üçün video çəkməyə zaman tapdım. Bu gün danışacağım mövzu xəyal panosu Vision Boardla bağlıdır. 5 ildən artıqdır ki, mən Vision Board hazırlayıram və nəticələrini də gördüyüm üçün istəyirəm ki, bu Vision Boardu ümumiyyətlə mən necə hazırlayıram, nələrə diqqət edirəm, istəyirəm sizinlə də bölüşüm ki, siz də hazırlayanda nələrə diqqət etməli olduğunuzu biləsiniz. İlk öncə onu deyim ki, mən o qədər mükəmməliyyətçi bir insanam ki, bu Vision Boardu hazırlamazdan öncə belə mən təlim almışdım. Hansı ki, Vision Board necə hazırlanmalıdır deyə, nələrə diqqət etməliyik biz. Və sonra bu qərara gəldim ki, yaxşı ki də o təlimi almışam, çünki ondan əvvəl xəyal qurduğum, gerçəkləşməsini istədiyim arzularımın niyə gec gerçəkləşdiyini o zaman başa düşdüm. Və bu videoda mən sizə detallı formada Vision Board hazırlayan zaman nələrə diqqət etməlisiniz, niyyətinizi necə yazmalısınız, hər birini detallı formada izah edəcəm. Ümumiyyətlə mən onu qeyd edim ki, bu sahədə peşəkar deyiləm, mütəxəssis də deyiləm. Sadəcə özüm necə hazırlayıramsa, o haqqda məlumat verəcəm və özümün də bu il ərzində həyata keçən, həyata keçməyən hansı arzularım, hədəflərim olubsa, onlar haqqında da danışacağam. İlk öncə etməli olduqlarımız nələrdir, onlar haqqında danışacağam. Əvvəlcə gələcək il ərzində sizin özünüzdən gözləntiləriniz nələrdir, onları qeyd edirsiniz. Yəni, hədəfləriniz nələrdir, hansı məqsədlərinizə çatmaq istəyirsiniz, detallı formada qeyd edirsiniz. Amma həmin məqsədləri yazan zaman diqqət edin ki, biraz da reallıqdan uzaq olmasın. Çünki biz hədəf qoyanda biraz da beynimiz də o qoyduğumuz hədəfə özü də inanmalıdır ki, onun üçün bir səy göstərə bilsin, addım ata bilsin. Yəni sadəcə yerində oturub deməsin ki, ayda yox, mən onu necə eləyəcəm ki, yəni deməsin. Onun üçün bir addım ata bilsin. Və qoyduğunuz hədəfin müddəti də burada çox önəmlidir. Yəni hansı müddət ərzində istəyirsiniz? Məsələn, deyək ki, maşın istəyirsiniz və kənara heç bir pul qoymamısınız, ayırmamısınız, ümumiyyətlə yığmağa belə başlamamısınız. Amma bu xəyalınız var. Deyirsiniz ki, məsələn, mən 6 ay ərzində maşın alacağam. Bu axı real deyil. Gəlin biraz da real danışaq. Həmin hədəfləri özünüzdə not aldıqdan sonra həmin hədəflərə uyğun şəkillər axtarmağa başlayırsınız. Hansı ki, özünüzü harda görürsünüz, necə görürsünüz, hər birini detallı formada araşdırırsınız. Amma həmin şəkilləri axtaran zaman, yükləyən zaman diqqət edin ki, şəkillərdə bir başqasının üzü düşməsin. Çünki bu nə qədər olmasa da o insanın həyatıdır, o insanın enerjisi var orada və bilmirsiniz siz həmin insanlar ora hansı çətinliklərlə gəliblər. Bəlkə siz daha rahat yollarla gedəcəksiniz. Yəni mən həmişə çalışıram ki, ümumiyyətlə bir şəkil seçəndə o yerdə insan olmasın. Daha sonra hədəfimizin şəkillərini yığdıq bir araya. Təbii ki, bunun yanında, yəni niyyətlərimizi doğru formada yazmağımız daha çox önəmlidir. Bəs niyyətimizi yazan zaman nələrə diqqət etməliyik? İndi o haqqda danışacağam. Məsələn, deyək ki, sizin 2026-cı ildə bir məqsədiniz var ki, məsələn, Instagram hesabınızda 200k, 300k izləyici toplamaq istəyirsiniz. Və oturun fikirləşin ki, siz bu izləyiciyə çatmaq üçün hansı addımları atmalısınız, nələr etməlisiniz ki, həmin izləyici kütləsinə çatasınız. Yəni, məntiqli formada hansı addımları atacağınızı detallı formada düşünün və onları bir-bir not almağa başlayın özünüzdə. Məsələn, aktiv olaraq kontent paylaşmalıyam, izləyici kütləmi, hədəf kütləmi tanımalıyam. Ya da deyək ki, gələn il səyahət etmək istəyirsiniz. Baxın ki, ümumiyyətlə siz hansı ölkələrə səyahət etmək istəyirsiniz? Bunu detallı formada yazın. Məsələn, ingilis diliniz yoxdursa, əgər sizin xarici pasportunuz yoxdursa, yəni əvvəlcə bunları həll etmək lazımdır ki, daha sonra sizin həmin hədəfinizə çata biləsiniz. Məsələn, xarici pasport yoxdursa, sizin də getmək istədiyiniz ölkə deyək ki, İtaliyadır. Bura necə gedə bilərsiniz? Yəni, ilk öncə xarici pasportu almaq lazımdır. Yəni, həmin hədəfinizə çatmaq üçün ümumiyyətlə hansı addımlardan keçməlisiniz ki, siz o hədəfə çatasınız, onları detallı formada qeyd edin. Daha sonra siz həmin hədəfinizə çatan zaman hansı hissləri keçirirsiniz, hansı emosiyaları keçirirsiniz, hər birini detallı formada qeyd edin. Sonrakı etapda arzularınızı detallı formada yazın. Yəni, siz həmin xəyalınıza çatan zaman hansı hissləri keçirirsiniz, hansı emosiyaları keçirəcəksinizsə, hər birini detallı formada qeyd edin. Məsələn, deyək ki, sizin maşın almaq kimi bir arzunuz varsa, bunu bu formada yazmırsınız. Mən maşın almaq istəyirəm.
mən istəyirəm maşınım olsun. Yəni bu formada yazmırıq. Ümumiyyətlə həmin xəyala çatan zaman siz hansı hissləri keçirəcəksinizsə, hər birini detallı formada yazın. İndi deyəcəksiniz ki, mən hardan bilim maşın alanda nə hiss keçirəcəm? Amma yəni az-çox bilə bilərsiniz də ki, yəni hansı hissləri keçirəcəksiniz həmin xəyalınıza çatan zaman. Mən məsəl üçün maşın dedim, bəlkə sizin başqa bir xəyalınız var. Məsələn, ev almaq istəyirsinizsə, düşünün ki, o evə daxil olmusunuz. Yəni içinə daxil olanda hansı hissləri keçirirsiniz? Bu yerlərə necə gəlib çıxmısınız? Onları fikirləşin və hətta şükür də edə bilərsiniz həmin yazını yazan zaman. Ya da deyək ki, daha uğurlu bir karyeraya yönəlmək istəyirsinizsə, bunu bu formada yazmırsınız. Mən daha uğurlu olmaq istəyirəm. Əksinə bu formada yazırsınız ki, mən 2026-cı ildə X qədər gəlir əldə edirəm və bu məni çox xoşbəxt edir. Və xəyal panonuzu hazırladıqdan sonra göz önünüzdə olması məsləhətdir. Amma bu o demək deyil ki, hər gündə baxıb deyəcəksiniz ki, bəs nə oldu, indi olmadı, yəni nə vaxt olacaq, bu formada da demirsiniz yəni. Amma ümumi olaraq baxıb həmin məqsədiniz üçün, məsəl üçün hansı addımları qoymuşdunuz özünüzdə, onları edirsinizmi? Yəni bu sizə bir işarə olsun ki, məsəl üçün Nərmin, qalx onu et. Bax, belə bir xəyalım var. İlin sonuna kimi vaxtım var, zamanım var bunu etmək üçün. Yəni bu sizə belə deyim, motivasiya versin əksinə. İndi isə mənim 2025-ci ildə hansı xəyallarım gerçək olub, hansı xəyallarım gerçək olmayıb, onları deyəcəm. İlk öncə həyata keçənləri deyəcəm, sonra isə həyata keçməyən hədəflərim hansılardır, onları deyəcəm. Deməli, ilk xəyallarımdan biri ingilis dilini öyrənmək oldu və mən bu xəyalımı etdimmi? Etdim. Vision boardumda bu şəkil var idi və mənim xəyalım bu formada gerçəkləşdi. İndi soruşsaz ki, ingilis dilini danışacaq dərəcədə bilirəmmi? Yox, yalan deməyəcəm, bilmirəm. Çünki həmin kursa getməyi dayandırdım. Çünki mən bir şeyin fərqinə vardım ki, okey, mən ingilis dilində danışmağı qeydə almışdım orada. Amma hansı səviyyədə danışmağı yazmamışdım. Ona görə yəni A2 səviyyəyə qədər gəldim, sonra kursdan çıxdım. Daha sonra Instagramda 30K izləyiciyə çatmağı hədəf olaraq qoymuşdum. Mən ümumiyyətlə bu manifesti edəndə mənim izləyicim bu qədər idi və hal-hazırda şükürlər olsun ki, 30K-nı belə keçib və bu qədərdir. Amma mən bunun üçün sadəcə oturub gözləmədim ki, görüm nə vaxt 30K-nı keçəcəm və ya 30K olacam. Və təbii ki, mən bunun üçün yenə addım-addım yazmışdım nə etmək lazımdır. Hər birinə şükürlər olsun ki, müsbət formada əməl etdim. Ümumiyyətlə 2025-ci il girəndən bəri mən hər gün kontent paylaşdım. Hətta bəzi günlər 2 kontent paylaşdığım belə olub. Yəni bunun üçün oturub gözləmədim ki, görüm nəsə olacaq, mənim də izləyicim artacaq. Yox, bunun üçün il boyu hər gün kontent yaratmışam və çalışmışam. Və bir də TikToka girəndə hər dəfə bu formada istəyirdim ki, mənə bildiriş gəlsin ki, yeni izləyicilər gəlib, yeni yorumlar var və s. Və mənim statistikam hər dəfə TikToka girəndə bu formada olurdu. Yəni bu məqsədimə də çatmışam deyə bilərəm. Amma bu il TikTokda da istəyirəm bir hədəf qoyum. Çünki keçən il ümumiyyətlə TikTok üçün bir hədəf qoymamışdım. Yəni bilmirəm niyə. Bir sonraki hədəfim səyahət etməklə bağlı idi. Vision boardumda bu formada şəkilləri yerləşdirmişdim və mənim həyatım bu formada oldu. Və bəli, bu xəyalımı da gerçəkləşdirdim. Və bunun üçün də təbii ki, etaplar yazmışdım yenə də. Ümumiyyətlə nə etməliyəm? Xarici pasportum yox idi. Xarici pasportu aldım. Daha sonra ingilis dilimin üzərində çalışırdım. Daha sonra keçirəm xəyal panomda biraz elektronikaya. Mənim deməli xəyallarımın arasında var idi ki, hədəflərimin deyək, arasında var idi ki, DJI Osmo Mobile almaq. Və mən aldım təbii ki, DJI Osmo Mobile 6 aldım. Bəli, belə. Bir sonraki hədəfim üzməyi öyrənmək idi. Vision boardumda bu formada şəkili yerləşdirmişdim və mənim həyatım bu formada oldu. Və mən bu xəyalımı son 1 ay qalmış həyata keçirdim. Yəni dekabr ayında üzməyi öyrənməyə başladım. Çox yaxşı gəldi bu arada mənə. Əvvəl sudan çox qorxurdum. Yəni hətta fikirləşirdim ki, yəni, suda boğulub ölə bilərəm. Amma bu komfort zonadan çıxmaq həqiqətən də mənə çox yaxşı təsir etdi. Ona görə də yaxşı ki də üzməyi hədəf olaraq özümə yazmışdım.
Daha sonra baxımıma zaman ayıracağımı demişdim və vision boarduma bu formada şəkil yerləşdirmişdim. Həyatım isə bu formada oldu. Və vision boarduma bu formada şəkil yerləşdirmişdim ki, yayım belə keçsin və mənim yayım bu formada keçdi. Bunu vision boarduma niyə yerləşdirmişdim? Çünki mən əvvəl 9-6 iş rejimində çalışırdım. Təbii ki, SMM işimdən qabaq. Və bu mənim üçün həqiqətən də artıq xəyal halına gəlmişdi. Çünki sıxılmışdım və hər kəs dənizə gedəndə yayda mən çalışırdım. Və şükürlər olsun ki, mən bu SMM işimə keçəndən sonra artıq həftə içi, həftə sonu demədən istədiyim zaman istirahət edə bilirəm. Daha sonra sağlamlıqla bağlı idman onsuz da mənim həyatımın hər zaman bir parçası olub. Amma yenə də xəyal planıma qoydum ki, Nərmin, birdən şaşarsan, dayandırmaq istəyərsən, etmə, eləmə. Və mən xəyal planıma bu formada şəkillər qoymuşdum. Həyatım isə bu formada oldu. Vision boardumda influencer olaraq əməkdaşlıq təklifləri almağımla da bağlı bir notu almışdım. Şükürlər olsun ki, əməkdaşlıq təklifləri də aldım. Daha sonra bu formada studiya çəkilişləri etmək istəyirdim və mənim həyatım bu formada oldu. Bəli, həyata keçən xəyallarım bu qədər. İndi isə keçək həyata keçməyən xəyallarım hansılardır? Onlara. İlk həyata keçməyən xəyalım maşındır. Əslində mən bunun üçün addımları yazmışdım. Burada biraz bəhanələr görəcəksiniz. Doğrudan da o addımları yazmışdım. Hansı ki, bu sürücülük kursuna getməkdir. Yəni ümumiyyətlə qaydaları öyrənməkdir, prava almaqdır, maşın sürməyi öyrənməkdir. Yəni bu sürücülük kursuna getmək, daha sonra maşın almaqdır. Və mən bu hədəfim üçün təbii ki, addım atmağa başlamışam. Tam ödənişi tamamlaya bilməmişəm. İnşallah 2026-da bu xəyalımı gerçəkləşdirilmiş formada sizin qarşınızda olaram. Və mən bu xəyalım üçün təbii ki, addım atmışdım. Sürücülük kursuna getmişdim, hansı ki, bu qaydaları öyrənmək üçün. O kursa da getdim, amma biraz yarımçıq qoydum. Bunu məyus olaraq deyirəm. Əslində çox istəyirəm öyrənərək pravanı almağı. İndi inşallah görək də. Sonrakı hədəflərim arasında sağlam qidalanma var idi, amma mən bu hədəfimə təəssüflər olsun ki, çata bilmədim. Başlayırdım məsəl üçün 1 gün, 2 gün, sonra yenə yarımçıq buraxırdım. Ona görə inşallah gələn ildə necə olur? Çalışacağam ki, bu məqsədimə doğru addımlar atım, həyata keçirim. Bir sonraki hədəflərim arasında tenisə başlamaq var idi. Tenisə də başlamadım. Tenisin yanından keçirdim belə, badmintona getdim. O da ki, bir dərslik, maraqlı idi, görüm necə olacaq. Amma sonra tenisə başlamadım. Yəni tenisin yanından keçdim belə. İndi görək gələn il necə olacaq. Və bir videonun daha sonuna gəldik. Ümumi olaraq onu bildirmək istəyirəm ki, çalışın ki, hədəflərinizi, məqsədlərinizin arxasıca daimə gedəsiniz. Yəni, nə olursa olsun, o hədəfinizdən vaz keçməyəsiniz, belə türklər demiş. Bəzən bizim bir niyyətimiz alınmayanda bu o demək deyil ki, heç vaxt alınmayacaq. Bəlkə də hal-hazırda zamanı deyil. Zamanı gəldikdə ən gözəli sizin olacaq. Əgər bu videom sizə faydalı oldusa, zəhmət olmasa öz rəylərinizi bildirin və kanalıma da abunə olmağı unutmayın. Gələcək videolarda hansı tərz mövzulara toxunmağımı istəyərsinizsə, onu da qeyd etməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.